May ayında yağan yağışlar bir sıra üzüm sahələrində ciddi fəsadlar yaradıb. Bu da bağ sahiblərini narahat edir. Salyan rayonunun bir sıra kəndlərində də yağıntıların uzun müddət davam etməsi üzüm bağlarında müxtəlif xəstəliklərin yaranmasına şərait yaradıb. Bağ sahiblərinin sözlərinə görə havaların rütubətli keçməsi nəticəsində üzüm tənəklərində göbələk mənşəli xəstəliklər yayılıb. Bəzi sahələrdə isə salxımlar zədələnib. Bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Onlar bildirir ki, nəticədə mövsüm dövründə ciddi üzüm qıtlığı yaranacaq ki, bu da məhsulun qiymətinin baha olması ilə nəticələnəcək. Nəzərə alsaq ki, indi bağlarda üzüm yarpağı yığımı da aparılmalıdır. Bu da bağ sahiblərinin ən ciddi narahat edən məsələlərdəndir. Belə ki, xəstəliklər səbəbindən üzüm yarpaqlarında ləkələr yaranıb ki, bu da satışın qarşısını alır. Kənd sakinləri deyir ki, yaranan çətin vəziyyət onların sosial rifahını ciddi təsir göstərir. Çörək pulunu üzüm yarpaqlarının satışından çıxaran bağ sahibləri çox çətin durumdadırlar. Onların dediklərinə görə bağları dərmanlamaq da asan deyil. Dərmanların qiymətində də artım buna səbəbdir. Onun xəstəliyi də tutdu, indi mildium xəstəlikləridir. Bunlardakı heç bir əlacsızdır. Onun məhsuldarlığı, onun kürü deyirlər də, bizə eli arasında desək, onun kürüsü var. O da tutdu bu mildium xəstəliyi, ondan da getdi. Məhsuldarlıq gedib. İndi hal-hazırda tək bir də desək, bu ağacın özü qalıb. Bu il çox çətindir vəziyyəti. Ondan sonra bu yağışlarla əlaqədar, ondan sonra şeyh olur tez-tez. Ondan sonra bu dərman da həqiqətən artıq çox bahadır, yaxın durmalıdır. Ondan sonra vurur da qarşısını da ala bilmirik. Bəzən baxanda keçən illər həqiqətən çox gözəl üzümlər, yaxşı da üzüm var idi. Bu illəri çətin. Keçən üzüm məsələn bu vaxtda olaydı, yetişən vaxtda olaydı. İndi üzüm həqiqətən artıq çox zəifdir. Mütəxəssislər isə bildirirlər ki, belə hava şəraitində bağlarda mütəmadi aqrotexniki qulluq işlərinin aparılması, xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi vacibdir. Əks halda məhsul itkisi daha da arta bilər, amma görünən xəstəliklər bunu deməyə əsas verir ki, həqiqətən də üzüm bağları ciddi imtahan qarşısındadır. Qeyd edək ki, üzüm bağları əsasən Salyanın Xələc, Yenikənd, Həsənli, Kürsəngi kəndlərindədir. Xəstəliyin bu kəndlərdə mövcud olan bütün üzüm bağlarında yayılması davam edir. Qurban Vidadi oğlu Səmir Şahlaroğlu bugün informasiya proqramı üçün.